Əgər övladınız maşını bu şəkildə sürürsə, demək ki, inkişafı, hər şeyi yolundadır. Amma yox, maşını bu şəkildə istifadə edib oynayırsa, demək ki, bu çox qorxulu olan avtizm spektr pozuntusunun, sensor pozuntusunun bir göstəricisi, əlaməti ola bilər. Yaxşı, belə bir sual yaranır. Niyə avtizm spektr pozuntusundan əziyyət çəkən uşaqlar dönən əşyaları çox maraq göstərir? Maşını sürmək, qaraja salmaq, sujet qurmaq yerinə onu saatlarla paltaryuyanın qarşısında durub dönən əşyalara baxır. Niyə görə bu şəkildə təkərləri fırladır? Çünki bu onların, yəqin ki, görmüsünüz, hipnozda hansı formada dairəvi və yarım dairəvi saatla keçmiş filmlərdə yəqin ki, görmüsünüz, yarım dairəvi şəkildə hipnoz edilir. Yəni, insan beynini qapayan, bu fırlanan şəkildə, dairəvi şəkildə təkrarlanan hərəkətlər uşağın özünə bağlanmasına, özünə qapanmasına şərait yaradır. Onun üçün, əgər bir uşaq dönən əşyalara maraq göstərirsə, paltaryuyanın qarşısında dəqiqələrlə oturursa, bunlar onu bizimlə dünyanın arasında əlaqəni kəsən, düşünün, bir qaladır, bir divardır. Bu divarı qoymayın, yüksəlsin, bərkisin, daşdaşsın. Bunu bu şəkildə fırladaraq etməsinə qəti icazə verməyin. Çünki bu böyük bir xəstəliyin, böyük bir sindromun xəbərçisi ola bilər.